Çox qadın düşünür ki, hamilə qalmaq çətindir, amma çox vaxt problem planlaşdırmadakı kiçik səhvlərdədir. Sağlam bir cütlükdə bir il qorunmasız düzənli cinsi ilişki sonrası hamiləlik ehtimalı 80%-dən çoxdur. Amma bəzən nəticə gözlənildiyi kimi olmur və bu həm qadının, həm də kişinin hormonal vəziyyəti, psixolojik durumu və ya həyat tərzi ilə bağlı ola bilər. Qadınlarda ovulyasiya problemləri, polikistik yumurtalıq sendromu, tiroid və prolaktin hormon düzənsizliyi, boru tıxanıqlığı və uşaqlıqdakı dəyişikliklər, kişilərdə isə spermanın keyfiyyəti və hərəkətliliyi, morfologiyasındakı dəyişikliklər bu prosesi təsir edə bilər. Eyni zamanda qadınların çoxu ovulyasiya gününü səhv hesablayır. Ovulyasiya adətən növbəti menstruasiyadan 14 gün əvvəl baş verir və hamiləlik üçün ən uyğun zaman ovulyasiyadan 2-3 gün öncə və həmin gündür. Çünki sperm hüceyrəsi qadın bədənində 3-5 gün, yumurta hüceyrəsi isə cəmi 24 saat yaşaya bilir. Əlbəttə, stres faktorunu da unutmamaq lazımdır. Çünki stres də hormon dəngəsinə təsir edib ovulyasiyanızı ləngidə bilər. Nəticə olaraq hamiləlik planlayan cütlüklərdə qadının əsas hormon analizindən, boru yoxlanışından, kişinin isə sperm analizindən keçməsi vacibdir. Bu səbəbi düzgün müəyyən etmək və doğru addımlamaq üçün önəmlidir.